My names are Kingsley. Mənim adım Kingsley Agiridadır. I am 35 years of Mənim 35 yaşım var. The problem that brought me to this Sinagoqa bütün xalqların kilsəsinə məni gətirən problem is problem of bu mənim gəzə bilməmədiyimdir və mənim bombamın sınmasıdır. a motor accident. Bu maşın qəzası, avtoqəzada olmuşdur, hansı ki bir çox həyatlar götürmüşdür. I was the only Mən yeganə sağ qalan şəxsəm həmin maşında, vehicle. qəzaya düşmüş maşında And since then, və o gündən bəri mən gəzə bilmirəm. I did not know Mən bilmirdim mən haradayam. when the accident happened. It's by the help of Qəza başladı, mən bilmirdim mən haradayam. Adamlar, mənim bacım I was very mənə kömək elədi. Mən özümdə deyildim və adamlar mənə kömək elədilər. I was Mən bilmirdim mən haradayam. until about 5 days. 5 gün, I now know I'm in the hospital. 5 gün sonra mən başa düşdüm ki, mən xəstəxanadayam. O gündən qəzadan sonra gəzə bilmirəm mən. Mən gəzə bilmirəm, Walk with my kimə bilmirəm, tualetə gedə bilmirəm, heç nə edə bilmirəm. Mən otağımda qalıram və öz yatağımda tualetə gedirəm. Özüm heç nə edə bilmirəm. Except this my senior sister that is on my Mənim yanımda dayan mənim böyük bacım, o mənə kömək eləyir. the helper of my everyday Mənim bütün gündəlik hərəkətlərimi, fəaliyyətimi o kömək eləyir. Həkimlər they said my waist broken, onlar deyirlər ki, mənim qabırğalarım və mənim ayaqlarım sınıb, labs broken, my ribs broken. mənim hər qabırğalarım sınıb, hər bir yerim sınıb. Bu problemlərə görə It has been very difficult mən çox to do something. ağırlıq çəkirəm. Özüm edə bilmirəm heç nə. Feeling Hal-hazırda mən özümü çox pis hiss edirəm. because when I see people Çünki mən adamları gəzən adamları görəndə steady one place, looking at my mən öz problemimə baxıram. my family, Mən uşaqlarımı görürəm, ailəmi görürəm, mən heç nə edə bilmirəm. Mən bədbəxt bir insanam. X-ray you can see Gördüyünüz bu rentgende waist broken. mənim sınmış deməli qabırğamı göstərirlər və ayaqlarımı göstərirlər. Confirm the whole places that the bandage was is the places that broken. Və həmin o qoyduğu dəmirli yeri mənim sındığım yerdədir. Now, it İndiyə qədər oradır. we are not no way to correct my movement that my sister Mənim bacım mənə məsləhət gördü ki, bu işlər belə gedirsə, sən mütləq sinagoqa, bütün xalqların kilsəsinə getməlisən that God will do və Allahın hər şey edəcəyinə qadir olmağına inanmalısan. O məni bura gətirdi, sinagogaya. Ona görə də mən inanıram ki, mən toxuna bilər. Ona görə biz buradayıq. Mən inanıram ki, Allah hər şey edə bilir. I've seen Mən başqa adamları da görmüşəm ki, Allahın xeyir duasını qəbul edirlər. the goodness of God. Onlar şəhadət edirlər ki, Allah olan nədir və gəziblər İsa Məsihinin ismi ilə. Mənim qardaşıma kömək elə. Allah adamı mənim qardaşıma kömək elə. Xahiş edirsən, yalvarıram sənə. Man of God help me, man. Allah adamı kömək ol yəni mənə. Man of God help me. Allah adamı kömək ol mənə. Man of God. Allah adamı kömək et mənə. Mən gəzə bilmirəm. Motor accident, man of God. Mən qəzadan çıxmışam, gəzə bilmirəm. Kömək ol mənə Allah adamı. Mənim qardaşım gəzə bilmir. Watch your screen. That is the relatives of that man inside the vehicle, stretched without the ability to walk due to accident. Prophet TB Joshua Və biz görürük ki, həmin Peyğəmbər TB Joshua waits inside a vehicle. Immediately he ministers yaxınlaşır insana və İsa Məsih ismində dua edir. Mr. Kingsley's leg begins to react. Mr. Kings'in ayağı başlayır Allahın gücü altında tərpənməyə. Healing taking place. Və biz görürük ki, fövqəl təbii şəfa öz yerini tutur. Peyğəmbərin dua etdiyi kimi ayaq başlayır işləməyə. Something he was not able to do before. O edə bilmədiyini əvvəllər indi edə bilir. Under the direction of the Holy Spirit. Və müqəddəs ruhun istiqaməti ilə müqəddəs ruhun To Mr. Kingsley. Peyğəmbər TB Joshua davam edir Mr. Kings'in şəfasını. This is nothing but a miracle. Bu möcüzədir. Inside the vehicle, the resurrection power of the Holy Spirit is Allahın dirilmə qüvvəsi Peyğəmbər TB Joshua vasitəsilə bu adama toxunur. to life everything that was in a state of disuse. This is coming to you live and direct from the prayer line of the Synagogue Church of All Nations. Bu insan dua xəttindən gəlib The servant senior prophet sinagogaya Peyğəmbər TB Joshua healing. o şəfa prosesini davam edir. Çox sağ ol İsa Məsih. Lord, I thank you for
thank you, Jesus. I thank you, Almighty God. Çox sağ olun. Every inactive Gəzə bilir. the power of the Holy Spirit. Müqəddəs ruhun qüdrəti ilə Brother walking o gəzir. without any support. There's a brother who could not walk before now. Hallelujah. Gloria a Dios, este hombre ha logrado caminar. Gloria a Dios. Lord, you are so good. Lord, you are so good. Lord, you are kind. Come on, 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 come on. Now wonder, 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 now wonder. Come on. Now Emmanuel. 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 My names are. Mənim adım Kingsley Algeridadır. I'm from Imo State. Mən Imo State qəsəbəsindənəm. Mən qəzaya düşmüşdüm və gəzə bilmirdim. Say, according to the doctor, Həkimlərin dediyinə görə they said it's spinal cord. mənim bel sütunum Everybody died sınmışdır. in this accident. You can see my. Bütün həmin qəzada olan hər bir kəs ölmüşdür. Sən şəklə baxa bilərsiniz. I'm the only survivor. Yeyənə sağ qalan mənəm. I don't know if I'm Mən bilmirəm niyə. to God, but I know I am a sinner. Mən bilirəm ki, mən günahkaram. I'm living by the grace. Ona görə mən lütflə yaşıram. But I thank God. Və mən Rəbbə Allaha minnətdaram ki, mən bu gün sağam. They took me to several O məni məni aparmışlar bir çox xəstəxanaya. wounds. I have a broken Mənim yaralarım var idi və sınmış ayaqlarım var idi. here. Burada bax bu yerdə ayaqlarım sınmış idi. On my ribs, Mənim baldırımlarım, two of the ribs broken. The iki qabırğam da sınmışdı buradan. hand, Əlim sınmışdı. the hand Bax, break, əlim də buradan sınmışdı. my head, Mənim başım yaralanmışdı. my waist, the most Mənim belimdə one. dəhşətli ağrılar və yaralar var idi. Mən minnətdaram Allaha ki, onun lütfü ilə mən sağam. Due to this motor accident, Bu qəzadan sonra I cannot. mən heç nə edə bilmirdim. Özümə öz başına heç nə bilmirdim, gəzə bilmirdim. Solely my sister, my Yalnız mənim bacım və anam mənə kömək edirlər tualetə getməyə, ayaq yoluna getməyə. the toilet, anything I'm doing, even to bath me, Məni çimizdirirlər. they still bath me. After the when I things was İşlər pis gedəndən sonra mənim bacım mənə məsləhət gördü ki, mən bu kilsəyə gəlim. Synagogue, Church of Sinagoqa, bütün xalqların kilsəsinə. Result, we can see the state of the car, and I mean, Biz görə anyone bilərik. looking at this picture can see that it is impossible Biz görə bilərik ki, to survive such a mümkün situation. olmayan bir şeydən bu insanın vəziyyətinə baxaraq o xilas olub. Mən dediyim kimi, bu qəzadan sonra died, I was hamısı ölmüşdü, yalnız mən tək sağ qalmışdım. O gündən bəri mən özümə kömək edə bilmirəm, öz başına heç nə edə bilmirəm. to synagogue. Ona görə mənim bacım məni bura gətirdi, sinagoqa, bütün xalqların kilsəsinə. Allahın adamı da mənim üçün dua etdi, dua xəttini mənim üçün dua etdi. For me, the whole things I cannot. Mənim təşəbbüsümə gətirməyən bir şey baş verdi, gözləmədiyim bir şey baş verdi. Mən indi əvvəl edə bilmədiyim şeyləri edirəm, ayağımı tərbədirəm. Amma Tibi Coşan duasından sonra mən özümü, hisslərimi istəyirəm ayağımda və mən hərəkət edə bilirəm. Where is not, has not been moving before. Əvvəl gedə bilmədiyim yerlərə indi gedirəm. Mən özümə dedim ki, Then nəsə olmalı ki, orada mənim baş verməlidir. Və Allahın kişisi, Allahın adamı mənə dedi ki, stood up and dur ayağa. Mən sadəcə ayağa durdum that I'm walking now. və Rəbbin lütfü ilə mən gəzə bilirəm indi. Rəbbə şükür edirəm, minnətdaram bu şeyə görə. Həkimlərin edə bilməyəcəyi şeyə Has done it. Rəbb onların yaxşı etdi. From me. So Mən tamamilə şəfalıyam. Mən inanıram ki, problem here in Jesus. hər bir insan üçün bunu edə bilər Rəbb. Amin. Years later, 5 ildən sonra Mr. Kingsley geriyə gəldi sinagoqa kilsəsinə, öz Allahın izzətini, qüdrətini öz həyatına şəhadət verməyə. Allaha bütün izzət olsun. Praise God! Rəbbə izzət olsun. Praise God! Rəbbə izzət olsun. This is a dead bone living again. Bu indi ölmüş sümüklər yerindən sağ olmasıdır.